Salam Ayda. Salam elə hamıya. Gözündə yaxşılanan Ayda yenə hamıya salam eləyin. Salam dostlar. Hər vaxtınız xeyir olsun. Üzümüzlər də yuduq, belə doq, çiyindoq, keçindoq, gəldoq, imamızıydoq. Bizdən qoy sizə vlog kimi güya çəkməyə başlayayım, amma heç bir fikrim yox, yəqin günlük vlog olmayasın. Çünki adətən günlük vlog niyə başladıqlarımı daha sonra aklına gətirəmirəm. Günün bir saatından sonra görürəm ki, yarısını çəkməmişəmiş. Bugün də həblərə çəkilər gəlmişim. Bismillah eləyək. Gözümdə qəşəng sabit qaçmağım var. Bu satqıları yerləşdirim qaba. Tanımış da götürürlər. Ayda xanım daha doğrusu böyle çıxardır, həblə yavaş eləyib tuğlayır hamısını. Satqılar yiyinir bizim evdə sözməsi mənasında. Önce ettim koy. Seni yerleştir. Şöp. Oynama da. Özümde kamağına koyuyorum özümde. Hiç oynama. Neden oynamaz? Bunlar da kladovkaya yerleştirir. Bu evde elədiyim en yaxşı şeylerden biri o kladovka bir yerler. Əlimdən çeksək var, burada dolururum. Hayda. Götür böyle. Ötürüm başsa. Onu da Musa tuğlayak ver. Ev tiçəsi olanlar varsa, əgər yeriniz varsa və yaxud təzə evə köçüsünüzsə, orada bir balaca bir alanınız varsa, mütləq və mütləq şəkildə belə bir kladovka hazırlamalısınız. Məncə bizim buranın ölçüsü çox deyil, 1 metrdir təsəvvür etsin. Amma görün nə qədər şey yerləşdirdi. 1 metrdən balaca olsaydı belə, yenə də yəni keçməyə belə göstərim. Rahat bir yer var. Yəni ən azından mən yerləşirəm. Düzdür, uşaqların hamısı belə hopdum bir yerdə girəndə biraz darısqallıq olur, amma çalışıram ki, hamısı da girməsinlər. Deməli, biz buranı eləyək deyəndə sizə ondan danışım. Mənə dedilər ki, yox, olmaz. 1 metr olasıdır, yer dar olasıdır. Sən orada şkaf qoyasın, yerləşməyəsən, özün yerləşməyəsən. Şkaf qoysan, şkafa nə qədər şey yerləşəsdir. Amma mənim ağlımda olan sırf belə bir şey idi və bilirdim ki, o yerləşəsdir. Yəni, bizim buranın hündürlüyü, dərinliyi 20 cm-dir. Bunun da dərinliyi 30 cm və özüm hesabladım ki, ən asandını belə. Yəni 1 metrlik kuxnada 30 cm ora çıxsın, 70 cm. Yenə marqalas da oradaydı. 70 cm mənə polnu bəsdir. Yəni Pünhana belə bəsdir. Pünhan məndən daha genişdir. Amma yerləşirik. Yəni bəzi ustalar, bəzi momentlərdə çox vaxt çox şeyə deyirlər. İnanın ki, çox şeyə deyirlər ki, bu olmaz, bu olmaz, bu olmaz. İnanmayın, həqiqətən inanmayın. Yəni elə şeylər var ki, oturub özünüz də araşdırın ki, bu olar, bu olmaz. Bəzi şeylər var ki, ola bilsin, olmaz. Amma yəni məntiqlə fikirləşəndə mənim 1 metr yerim var deyirəmsə və uzundursa, görüyorsunuz kimi hardasa bir 2 metr, neçə santimetr idi? 2 metr 70 mi idi? 2 metr 40 mı idi? Oxşum elə. Yəni məntiqlə belə fikirləşəndə görürsən ki, bu əslində olar. Orada şamlarımı soxur. Bax, məsələn, mən bura nələr qoymuşam? Biti qablarım ən azından əlimin altında deyil. Qətiyyən meşatçılıq eləmir. Aydındır, bir də biti hazırlayıq. Onda da qalxırıq orada. Stul qoyuram, götürürəm. İndi gələcəkdə bura bir nərdivan kimi ya da tabletka kimi bir şey almaq fikrim var. Prosta hal-hazırda ona ailəsi büdcəmiz yoxdur. Daha vacib şeylərə ayırıq. Amma gələcəkdə dediyim kimi eləyəcəm. Biti qabları, nə bilim, qoz fındıq, orada ballar var, burada ballar var, kofelər var. Məsələn, kofem bitdikcə gəlirəm, götürürəm buradan, üyüdürəm, sonra yenidən yerinə qoyuram. Daha sonra burada razıxritel, saxanı, pudra belə şeyləri daha çox halda alam. Çünki balaca qablarda alanda həm sərf eləmir, həm də tez qutarır. Əlimə atıram, nəsə bişirəndə görürəm ki, yoxdur. Ona görə son zamanlar belə alıb, belə adi bankalara yerləşdirmişəm. Yəni heç bir fərqi yoxdur. O qədər bankalar var ki, inan ki, evimizdə sok bankası, nə bilim qatıq bankası, nə bankası, bankalardan boluq yəni. Görə belə bankalara hələ ki yerləşdirmişəm. Dediyim kimi, bu sırf saxlama qablarına yerləşdir, daha səliqəli görsənirsə, dediyim kimi ona da ayrıca hal-hazırda büdcəmiz yoxdur. Yəni əlimizdəki büdcəni maksimum ən çox lazım olan şeyləri xərcləyirik hal-hazırda. Yəni bu gözə görünməyən bir şeydir. Yəni o bankada durdu, bir bankada durdu. Hal-hazırda məndən ötürü heç bir fərqi yoxdur. Sonra nə bilim belə duzlar olsun, krupalar olsun, oşum hər şeydə yağ olsun. Bu da biraz buralar biraz qarışıqdır. Çünki buralar biraz Əsgərə, Pünhana, Əsraya baxır deyə belə doğru qazalıdır. Sonra nə bilim meyvələr olsun, burada tərəvəzlər olsun, mənim çəkiliş alətlərim olsun, ayı da olsun, arada sırada o da girir. Un olsun, orada milyon dənə bizim butulkamız var. Butulkalar olsun, lazım olmayan çaylık, sok maşını, nə bilim milyon dənə şey var yəni. Hamısı buradadır və heç biri əlimin altında deyil. Ona görə
mətbəxim çox səliqəli görsənir. Yəni deyək ki, kimsə gəlir, kuxta qarışıqdır da, əlimdəkiləri gətirim, sıra zara doldururam, sizə qapını örtürəm. Olur gül kimi belə qəşəng. Burada bu qapısını göstərim. Bu qapısı belə qapıdır əslində. Amma gələcəkdə dediyim kimi onun burasını çıxardıb başqa bir şey eləyəsiyəm. Yaşa qoymadım orada göstərməkdə. Şamı yerinə qoy. Qoy yerinə şamları. Novruz bayramında başqa şey də düzəldəsi yox o şamlardan. Nədir o? Nə tapmısan ki, əlcək tapıtdı bu. Hə, qoy bu qapının barədə danışım. Bu qapının bu tutan yeri çox yekədir. Amma bunun səbəbi nədir? Belə görünməz qapılarda, bu görünməz qapıdır. Bir neçə yerdə belə görünməz qapı qoydurmuşuq. Hamısında elə də öyle bir ailələrində bunlar. Bu görünməz qapını mən istədim ki, əvvəldən qoyduraq ki, bunun gələcəkdə üstünü dekor eləyərəm, bir şeylər vuraram. Və burada əslində heç qapı olduğunu çox adam bilməz. Vlogları izləyənlərdən başqa. İndi hamı vlogları izləyir və həmişə bilirsiniz. Amma yəni vlogları izləməyənlər bilməyəslər. Bu ruçkasını da çıxardasıyam. Dekorativli bir divar kimi durasıdır, yəni. Gözə dəyməyəsi, deyim kimi, amma indi yox. Bir müddət sonra gələn ilə, ondan sonraki ilə. Bu arada özüm hazırlamaq istəyirəm. Özüm deyəndə pünhanla. Yəni, həmişə şişib yerə yazasıyam. Razmerlərim falan, nə lazımdır, nə qədər lazımdır. Amma inanam ki, qat-qat yenə ucuz başa gələsidir. Bildiyiniz kimi bu şkafları da özümüz yığmışdıq. İndi əgər baxmayanlar varsa köhnə vloglara, o videoya tıklayıb izləyə bilərlər. Bunu da hamısını özümüz eləmişik. Hadisə 24 minmi, 22 minmi təxmini elə bir büdcə eləmişdik. Halbuki bizdən qat-qat çox pul istəmişlər bundan ötürü. Belə, buradan ötürü əslində gələcəkdə bir planım var da, bilmirəm, amma nə tə olasıdır. Bizim ötən səfər vlogda dediyim kimi soyuducumuz çox balacadır. İstəyirəm ki, bura bir buzluq alaq qoyaq. Bəlkə bu şkafı söküb, bu şkafın yerinə biraz buzluq dərin almaq olar. Amma həm dediyim kimi indi yox, həm də ki, biraz bunu sökmək çətin olasıdır. Həm də ki, buzluqlar biraz ölçüləri bizə uymur. Ara sıra baxıram, elə vaxtım olduqca elədikcə. Nə bilim, tam qərar verməmişəm yəni ona. Düzü buradan da vaz keçmək istəmirəm. Görüyorsunuz ki, əməlli şey tutur, amma buzluğa da ehtiyacımız var. Yəqin ki, çox belə lazım olası olsa, buraları biraz sıxlaşdıraram, eləyərəm uzaq başı. Bir-birinin içine biraz yerləşdirərəm. İstərsəniz orada altda məsələn yerlər var da, burada bir dənə onun var, bir dənə şam qabı var, nə var və yaxud onları bir-birinə belə sıxlaşdırıb oraları ləğv eləmək olar. Bu barədə fikirləriniz varsa əslində bölüşə bilərsiniz. Çünki mən belə ara sıra deyirəm ki, siz də mənə fikir verin. Mənə çox adam yazırdı ki, özünün fikri var, özünün fikrini özü bəsdir, amma inanın ki, elə də öyle. Ötən səfər mən belə bir sorğu keçirdim Instagramda ki, bəs mən güzgü almaq istəyirəm qardırop otağımı və qardırop otağımın güzgüsü istəyirəm ki, biraz fərqli olsun. Bizim evə gələn hamı da deyir, yəni videoda izləyən hamı da deyir ki, evimiz çox sadədir. Həqiqətən çox sadədir. Mən özüm tam başdan belə sadə, heç nəsiz, bəzəksiz olmağı istəmişəm. Çünki yəni hər hansı tutaq ki, bu divar, məsələn bu divara mən gələcəkdə bir rəsm asmaq istəyirəm, rəngarəng. Sadəcə o rəsm evin ab-havasını dəyişdirəsidir. Bunu bilin. Sırf bu üzdən evin hər yerini sadə eləmişəm, ağ eləmişəm ki, bütün rəng kombinasiyalarına uysun. Və mənim qardırop otağımda da eyni, evin hər yeri eyni rəngdədir, yəni başqa bir rəngdən istifadə eləməmişəm. Mənim qardırop otağımda bu rəngdə olduğuna görə, çox sadə olduğuna görə ora bir dənə rəng qatmaq istədim və sual qoydum ki, mən güzgünün kənarını nə tərə hazırlaya bilərəm. Əslində alınma güzgülərdən almaq olar, amma qiymətləri inanın ki, çox yüksəkdir. Yəni adi bir güzgünün qiyməti tutaq ki, 7000 rubldursa, belə bəzəkli düzəkli güzgülərin qiyməti 107 rubuldur. İnanın ki, dizaynerskilərdən danışıram. Sırf belə adi, sadə əldə işlər yəni ürətilən şeylərdən danışmıram. Sırf mən dizaynerski bir güzgü istəyirəm, belə qəşəng. Qəşəng. Anladınız da nə demək istəyir? Ay, də əlcəklə orada pəncərə silir deyə fikrim qarışır Allah. Az ki də dəsmal götürsün olur. Divar silir, pəncərə də silir. Uşaq çox o qədər gördü ki, həbləblə eləyəm, mama, əllərə çəksə alır, həbləblə eləyəm. Divarları silə-silə kəsirəm, yenə çiğli tatoslar bu arada. Ha, nə deyirdim? Obşim, o güzgülərdən fikirləşdim ki, mən niyə özüm hazırlamayayım? İndi az çox əlimin qabiliyyəti var. Özünüzdə indi o videolarda görmüşsünüz və inanam ki, belə bir şeyə o pulu zaten pünhan verməyəsidir. Laf mən verirəm desəm belə, ürəyimdən tam gəlir, verim, eləyəm mənəm o qiymətə güzgü. Valla ayda bir dəfə gətirib
nəsə tullayasıdır, vəsə getdi 107. Ona görə düşündüm ki, özüm hazırlayım və izləyicilərimdən bir neçə nəfər həqiqətən möhtəşəm ideyalar verdilər. Bir-iki dənə ideya oldu, amma içlərində bir dənəsini çox bəyəndim. Çox super bir şeydi. Hətta özünə yazdım ki, mənim ağlıma gəlmirdi. Yəni sizin də ağlınıza gəldi belə bir şey hazırlamaq. İndi buna aid başqa bir vlog çəkmə fikrim var. Yəni bu prosesi eləyəndə özüm hazırlayasıyam, özüm bəzək düzəyim verəsiyəm. İndi çox xırdalıqlara enmək istəmirəm. Ümid eləyirəm alınar inşallah. İndi gözləyirəm cüzcü sifariş eləyəsiyəm. Digər lazım olan ehtiyacları sifariş eləmişəm. Gözləyirəm gəlsinlər. Amma onu da qeyd edeyim ki, ən minimal məbləğ qiymətlərini də sizə qeyd eləyəsiyəm. Əgər istəyən olsa siz də hazırlaya bilərsiniz. İndi gələcəkdə özünüzdən ötürü, nə bilim, evdə olan cüzcüzü bəzəməkdən ötürü ki, ondan ötürü də çox möhtəşəm bir fikirdir o biçim. Dediyim kimi çox belə podkast vermək istəmirəm, amma sizdən bölüşəsiyəm 100% onu. Növbəti səfərlərdə sizdən bura üçün də bir fikir istəyəsiyəm əslində. Ne deyirəm, bura bir şəkil asardım da o şəkli də almaq istəmirəm. Çünki yaradıcı insanam, mən özüm yaratmaq istəyirəm. Nəsə istəyirəm ki, evdə olan şeylər özüm hazırladığım bir şeylər olsun. Bilmirəm, bəzi adamlar düşünür ki, pul verim, geyim alım, möhtəşəm bir şey olsun. Mən amma istəyirəm ki, evdə olan şeylər hissləndi. Sırf öz əlimin, əməyimin bəhrəsi olsun ki, ötüb keçib baxdıqca. Ay, nə qəşəngələmişəm deyib, iş olaya bilərəm təbii ki. Düz də elə şeyləri hələ ki eləməmişəm, amma düşünürəm, mən döyür, şimdi də Safetkinə mən döyür. Safetka deyirəm, amma da ötüb keçib. Əlcəklə. Sıfatı udum, ayı da. Sıfatı udum. Aydan göstərdim, gül görsənim, gəlsə gül haqqında danışasıyım. Yəni, bu gülüm yazığa ayda ötüb keçib xaşmalıyır. Və mən də istədim ki, axı ötən səfər videolarda istədim ki, bu uzansın. Bəs bir neçə səfər bəzi tiyolar yazdı və o tiyoların içərisində bir də o var idi ki, bunun alt yarpaqlarını kəs. İndi buradan bəzi yarpaq, dəyməsən, mən danışıram. İndi buradan əməlli yarpaq kəsmişəm ötən səfər. Düzdür, hamısını kəsməyə, baxın, şeyi də axıtdı buradan, süd axır. Hamısını kəsməyə əlim gəlmədi, vallahi nə yalan deyim. İndi görün, balaca uzanmağa başlasa, yenə uzandıqca alt yarpaqları belə kəsəsiyəm ki, daha yuxarı doğru getsin. Bu arada ərinməmişəm, şəkli çəkmişəm ki, bir aydan sonra maksimumda deyək. Müqayisə eləyim ki, həqiqətən uzandı yoxsa yox, indi gözləyəm bir ayın bitməsiyə heç nə. O bir dipçəklərimdə eləyənə bax fikrim var. O da mənə əteşahım var, əteşah biraz. Ayda o qədər yoğundur ki, yazığım bir dənə budağı qalxdı da. Əteşahın alt hissəsini kəsmək şəyəyirəm burasında, onu kəsmək istəyirəm, görüm. Bu alınsa, əgər başqa bir güllər var, onları da elə eləmək fikrim var. Belə yoruldum danışıb, gəlin çox danışdım. Bir də sizə bunu saxlamışam 2-3 gün daha burada ki, sizə göstərəsiyəm. Çünki nəsə biləm ki, xoşuma gəlsin də bir şeylər. Həbə mənim də abadokum var idi qırmızı rəngdə. Əsra balaca olanda cırmışdı eləmişdi bu hissəsi. Mən də onu söhmüşdüm, üstə belə muncuqlar yapışdırmışdım. Sonra o muncuqlar xoşuma gəlmədi, əyri-üyrü dururdular deyə. O gün yenə söktüm, belə muncuqlar yapışdırdım. Və bildiyim ki, bu il artıq belə şeylər moddadır. Arxasına belə bir şeylər əlavə elədim. Əsra'nın saçlarına taxanda vəbşi ürəyiciyir. Kimin gəşçələr əliləcəzdir? Ara sıra burası belə yığmaq da olar, saç ozu yığsaz. İndi Əsra yoxdur. Ayda! Gəl görüm abra. Gəl sənin üstündəsin ya. Gəl bunu tax. Sən başın balacadır amma tax baxaq bir dənə. Başım udmaydı. Siz mənim modelimin gözəlliyinə baxın. Vay, taşın təpəsindən düşür. Abadokumun gözəlliyinə baxın, elə bir şeydir o şey. Özüm də ara sıra taxasıyım, şəkil zat çəkdirəndə, eləyəndə. Az təpadüz tut, sənə töküldü. O işim anladı öz modelin biraz balaca olduğunu görə. Hara getdi o bir söz qız? O işim modelin biraz balaca olduğunu görə. Yaraşıq oldum sənin mən. Az da gözəl yaraşır buna. Az da belə gözəldir valla. Göz de çok yeri. Bunda şey sıkıcı ama. Onu savedim ki patullama o sıra. O kadar hasta olmuşsunuz şu kurtardı da içinde çamısı. Çok sıkıntı. Az düştü ha bu tependen. Cevabısını da tak bakaq. Cevabısını da pakajı. Az yaxşı ne danışırsan? Çin dilinde danışır bu. O ateşsin Allah. Gel abla bir tak.
Bir de belə bir şey var. Da verəm aynısı. Bunu da hamısı hər yeri qol baxdığında bu vəbşə özüm hazırlamışam hər yeri. Ortası belə ulduz şəkli mi deyim, gül şəkli mi deyim, elə bir şeyəm. Kənarlarında belə indi göstərsəm ayda təpəsinə yerləşsə. Deməli bu da azda şurayım cidden Allah haqqı. Bu da belə bir şeydi. Yəqin şey görməmiş olmazsınız internetdə falan. Qabağımıza çıxmamış ama indi ay da hanım bu şöyle balacalı diye. Burası çok uzun qalır. Aslında başın bu hissəsini tam örtür. Bunu da elə Esra'dan ötürü özümdən ötürü hazırlamışam. Aslında ayda da düşünmüştüm. Gördüyünüz kimi ay diye yekə olur. Prosta tərəfləri elə bilirsə bir şey durmur yoksa bilmirəm. Biçim orasını dəyişdirdim o iki dənəsi. Az bu nə gözəllikdir. Az bu nə yaraşıqdır. Ay qız, sən nə? Hər şey yaraşır. Şimdi belə şeyler hazırlamışım bu aralar. Çünkü başımı karıştırmalıyım. Hablar keçən ildə hələ çıxmamışıq evdən başımı bilməm nə təqqatım ara sırablarla qatıram ki beynim bazı sakitləşsin. İnanın ki həblə şeylərlə məşğul olanda biraz əsəblərim sakitləşir bax. Hara yatsa. Bir de əlcək hazırlayayım. Əlcəyin üstüne muncuqlayayım. Onlar yuxarıdadır. Qalxsam onlar da sizə göstərirəm. Çıxartsa ki çıxardım. Spasiba modellik elədiyinize görə. Artist. Kuxmanı biraz səliqəyə saldım. Aydanmaz qız həmişə stolun üstündədir. Aylıya belə bir fartuk almışam. Çox qəşəngdir. İşlədəndə yəni çox həqiqətən super olur. Yəni nə dağıtsa hamısının üstünə dağılır. Sırazı onu götürürəm, yuyuram. Rahat bir şəkildə yuyulur. Materialı belə kliyonka gördüyünüz kimi. Yəni uşaqlar fartuk giyinən uşağınız varsa mütləq alın. Mən giyinmir. Yəni onu da çıxardır. Amma davadalaşla ötüb keçib arasına giyindirəm. Yəni giyindirəndə çox superdir, üst-üstə adı batmır. Amma dediyim kimi hər deyəndə razı düşmür o giyməyə. O şimdi kuxnaya biraz səliqəyə saldım. Qalxıram yuxarı və qalxmadan burada gözümə nə sataşdı. Hər dəfə burada qab yuyanda qablara göz gəzdirəm. Görək nə qaydılar, nə təallılar. Bunlar deyəsən əvvəldən var idi müayinəcə. Yoxsa yeni mi çıxdı bilmirəm. Amma burada baxın nə var? Tumucuq var balaca. Bu mənim Liliya gülümdür. Yaduzacaq tənsifətdimi pünhan almışdı. Heç ümidim yox idi ki qalar. Hadisa 2 dənə 3 dənə də budağı var idi. Qurudular onlar. Onları kəsdim bu amma böyüdü çox şükür. Daha sonra bu qabın gülün qabını dəyişdirdim. Qabın gülün qabını dəyişdirdim. Bir də bayaq göstərdiyim dipçəyin yarpaqlarını suya qoymuşam. Heç ümidim yoxdur. Açasıdır. Yəni kök çıxasıdır amma yenə də qoymuşam. Bir ehtimalə qarşı bu mənim orxideyamdır. Fərqli bir növdür, belə bir növdür. Adı yadımdan çıxdı yenə. Buradan da tumucuqlar çıxır gördüyünüz qədərilə. Baxın bunlar quruyitdir məsələn, amma yenə də kəsmirəm. Belə quruyanda eləyəndə ümumiyyətlə hamısını kəsmirəm. Baxıram da hansı güllər, məsələn orxideyə dəymirəm, qurusa belə. Amma digər güllər olanda məsələn bu dediyim kimi bu qurudu, bunu kəsdim gördüyünüz kimi, yenisi çıxdı orada. Amma orxideyə qorxuram. Aloyam, görün nə qədər oldu. İndi bunun ilk videosuna baxanlar yadlarındadır yəqin ki, başına aşağı salmışdı, 2 dənə bunlar var idi. Bunlar da çıxdı, o bizlər də yenə öz vəziyyətlərində. Onların da alt hissələrini kəsmək istəyirəm, amma çox qarışıqdır. Onlar bu, bilmirəm, elə hər tərəfə saçılan güldür deyə onlara çox da girişmək istəmirəm. Yay qabağı ancaq. Bir də sizə nə deyim? Mən ötən səfər videoların birində bu pəncərəsilərin robot barədə danışmışdım və demişdim ki, lazım olmayası yəqin ki, Aygüldə bir lazım olur, nə yox. Lazım da dostlar. Prosta buradan töhmək dərdindən silmirəm. Abraham tökən olsa əslində bu dəqiqə gündə 5 dəfə qoşaram bu robotu çizilsin. Xüsusilə içəridən çox yox da çöldən axan oradan istər-istəməz buz oldu da, buzun suyu axdı. Digər pəncərədə gündə cənciyək göstərim onda. Baxın, hiss olunur yəqin ki su izləri çöl tərəfdən axdı. İndi mən pünhanı çıxarda da bilmirəm ki, bu robotu çölə qoş buna deyə səhəlini qaçdı. Yerdə 1 metr qar var. Mənə pəncərə sildiysən. O şimdi mən pəncərədən çölə baxanda əsəbləşirəm sırf buna görə. Bir balaca qar ərisəydi, eləsəydi, amma yuyardım yəni. Çox inanın ki, əsəbimə toxunur şəkilli videolar çəkəndə, eləyəndə və yaxud oturub da çay, kofe, nəsə bir şey yeyəndə, içəndə, havanı görəndə hisslənirəm mən. O şimdi robot lazım imiş. Çöldən xüsusən də. Bayaq söylədi robot pilisos o bir otaqla pilisoslayır. Adətən o pilisos o tərəfə qoşanda bu qapıları ötürəm ki, buraya girməsin. Zon olaraq onu seçirəm. Səsi gəlməsin deyə bu qapına, kuxlanın qapısını və bu otağın qapısını ötürəm. Çünki ayda qoxumdan altından çəvirim abi. Qoymur iş görməyə. İndi oranı pilisoslayıb qutardı.
Açıram qapıları, bu tərəfin zonasını qoyuram ki, bu tərəfi bir sosla. Buralarınızı da örtürəm. Buraya koridoru falan da qoymuşdum. Bir soslasın, hamamı da qoymuşdum. Hamama qədər bəli. Quru olanda yəni, hamamda əgər heç kim çimmirsə, yəni bizim bu altdakı hamamda adətən heç kim çimmir. Yuxarıçılarda çimirik. O şum oraların hamısının qapısını açıram ki, o tərəfləri bir soslayıb qutarsın. Buranı örtürəm, sonra buranı açıram və buranı qoyuram. Qalxırıq yuxarı ayıdı ilə, yuxarıda işlərimiz görürəm. O bir pilsos aparım, yuxarını təmizləyim. Bu arada o bir pilsosu aşağı düşürmüşəm. Niyə? Çünki kuxna dediyim ki, məndə çox batır deyə, işte bir təmizləmək lazım olur. O bir otaqları robot pilsos təmizləsə də, kuxna falan özüm yenə təkrar təmizləyib. Gündə 15 dəfə pilsos yapıb təzəvvürlətin. Biraz yerlər ağdır deyə, bir dənə şey düşən kimi əsəbləşirəm yedir. Dən qaranlıqda görən kimi biraz psixologiyamı sağaltmalıyam bu ilə bağlı, yoxsa sil yetməz vallahi ömür. Neyse, qalxıq yuxarı. Bir də sizə bunu göstərim. Bunu aşağıda görmüşdünüz yəqin ki. Bundan heç xoşum gəlmir. İlk başdan onu deyim. Pülhan o bir evdən zorla gətirdi. Yəni köçəndə deyirdim ki, aparmayaq, yenə gətirdi. Ya bilmirəm niyə evdə belə əşyalar çox adam ürəyici yeyir. Məsələn, biri mənim mamam, yəni ölür də belə qarma-qarışıq şeylərdən ötürü. Amma mənim heç, yəni evin də dizaynından anladığımız qədərilə heç xoşum gəlmir belə bərbəzək şeylərindən ötürü, bir nə bilim, həndirəbadi bir şeylərdən ötürü. Ona görə qaldırıb belə ikinci mərtəbəyə qoymuşuq. Bu da bizim internet işitimiz var. O görsənməsin deyəsində, o arxasında gizlətmişəm. Bu arada bu dipçəyində bu hissələrin bəzilərini kəsmişəm. Düzdür, bura gün düşmür, amma yaxşı qaldı. Yəni məncə çox günü xoşlama deyəsəm. Bu indi bir müddət baxasıyam, əgər qəşəng böyüməsə, eləməsə, o gördüyünüz kimi böyüyür. Baxın, təzələr çıxıb İsraildə təmizləyirəm buralar bantikdə. O divarın gülünə, ora nəyə sürtmüşsünüz? Ay aman Allah, video çəkdik ki, görürəm mən Allah. Ofşim, gün düşməsə belə hisləndim. Böyüyür. Daha nə dərnim var? Görən nə deyil? Ülvi iş görmür. Bütün işləri qızlar görür. Abalam, qəşək dəsmallah əlahi, heç olmaz hastayır. Bilahçı silindi. Yazsızlar. Bir də buranı bağladıq dostlar. Bundan burada var idi, burada yox idi. Ayda içdə bir yuxarı qalxdı, buna görə buranı bağladıq. Növbəti bir qarışıqlıqda ümumiyyətlə evimizin hər yeri hələ ki qarışıqdır. Hər yeri deyəndə çox yeri. Birinci mərtəbə yenə babatdır. Amma ikinci mərtəbəni demək olar bu vəziyyətdə gördüyünüz kimi. Bura mənim qardırov otağımdır. Və mənim buradan mıncıqlarım öz fəaliyyətimi apardığım, hamısını gətirib ora düzmüşüm, aydan əli çatmır deyə ora. Düzdür, az-mazlar bu tərəflərə çatır, amma dal tərəflərə qoymuşam çatmasın. Və burada mənim əlcəklərim falan var. Hansı ki, belə almışam. Bunun içində də dolu deyim, göstərim. Və üstünə belə mıncıqlarla bəzək-düzək verirəm və satıram. Almaq istəyən olsa yaza bilər, yəni sata bilərəm belə bu şəkildə. Hamısını bəzəyib. Ötən səfər vlogların birində özümü tapmışdım. Hamı soruşmuşdu ki, əlcəyə özünə qəşəkdir, hardandır. Demişdim, bəs öz həyatimizdəndir. Belə varişkilər də var. Hərəsini bir formada bəzəyirəm, amma mən çox bunlara üstünlük verirəm. Bunlar daha qəşək görsənir, çünki dediyim kimi, o çıxarıb vereyim. Bu ağı özümə götürmüşəm. Çox möhtəşəmdir, yəni dediyim kimi vloglarda, ötən vlogda görməmiş olmazsınız sizdə. Çox qəşək deyil, özdə imisidir bu varışqılar. Bu əlcəklər daha nazikdir, amma varışqılar daha qalındır, möhtəşəmdir. Bir dənə belərim var. Onu bilməm nə tərbəziyim, amma bəzə vaxt istəmirəm, çünki belə də çox qəşəkdir. Bəlkə belə saxladım, elə heç bəzəmədim. Baxın, bu da çox qəşəkdir. Yəni ümumiyyətlə bəzəyəndə özümü də tən xoşuma gəlsə, yəni özüm pul verib alaram-mı deyə bəzəyirəm. Məncə super görsənir. Dediyim kimi bu varışqdan daha nazikdir. Belə payız aylarına falan daha məsləhətlidir. Belə qışda qartopuza da oynamağa yox, vallahi nə yalan deyim. Amma super bir görünüşü məncə. Hoşum istəyən olsa sata bilərəm dostlar. Burada belə fərqli modellər də var. Fərqli formada bəzədiklərində, fərqli rənglər də var. Bu məsələn mənə çox xoşuma gəlir. Möhtəşəmdir məncə. Çox qəşəkdir. Yəni belə barmaqlar da var, barmaqsızlar da var. Fərqli solxalar, qaşlar, businlər. Hoşum var da var yəni. Nəsə belə ağ olanlar daha qaranın üstündə ağ da qəşək göstərməli gəlir. Ağ bir dənə imiş, ağım yoxdur deyəsən də. Ağ qutardı maalesef.
Ha, beləsi var. Son üstünü bəzəyirəm. Ayda söktü nələrsə orada. Yəni, bu var, bunu bəzəməmişəm, bunu bəzəyirəm. Və güzgü eləyəcəyim hissədə bu hissədə bura eləyəsiyəm. Bir də sizdən bir fikir almaq istəyirəm. Biz bu otağa həm qardırobla yanaşı, həm iş otağı kimi Pünhanın, həm də yəni belə bir şeylərə işləyəcəyim bir stol lazımdır. Bilmirəm, onu hissəyə qoysam, yoxsa bu hissəyə qoysam. Əslində bir də kitab rəfi lazımdır buna. Bir dənə kitab rəfi tapmışam, çox qəşəng, yəqin ki, onu alasıyam. Küncə qoyulan bir kitab rəfidir. Burada zaten olmaz qapı. Arxasıdır, o bir tərəflərdə zaten qardırop olası. Bir ora qalır, bir də bura qalır. Amma orada qoymaq olmaz. Çünki pəncərəyə qabağını bağlayasıdır. Bir 70 səhv eləmirəmsə boyu. Ona görə bir dənə bu divar qalır kitab rəfini qoymaqdan ötürü. Mən kitab rəfini bura qoyası olsam, bura masa yerləşməyəsidir. Amma orada masa qoymaq istəmirəm. Və burada da güzgü olasıdır. Sual yaranır ki, mən o masanı hara qoyum? O tərəfdə rozetik var, o bir şey eləmək olar, yenə balaca olasıdır. Çox belə balaca bir masa da istəmirəm. Çünki dediyim kimi, mənə görüyoruz ki, bunlar çoxdular. Bunlar yerləşəsi bir şey olsun. Bura qoysam, üçüncü bir şey. Sizcə nə tər olar? Bu divarın, bu pəncərənin burasına qədər mənə, ora qədər qardırop olasıdır, oradan bura qədər mənim makiyaj stolum olasıdır. Yəni, qalan yer buradır, bu hissə. Bura mən nə tər bir şey eləyə bilərəm? Sizcə fikirlərinizi gözləyəsiyəm, mütləq bir şeylər yazın. Sizcə uqlavoymu bir şey eləsəm? Yoxsa o tərəfəmə belə eləsəm? Yoxsa makiyaj stolunu belə, sıx makiyaj stolu götürürməyib, makiyaj stolu ilə bir şeymi belə uzun bir taxta mı hazırlasam? Həm o tərəfi makiyaj stolu olar, həm bu tərəfi belə bu şeyləri qoymaqdan ötürü bir şey olar. Heç nə yoxdur ağlımda, inanıcı bura aid. Bir də bura divan da istəyirəm mən iş orasında. Deyək ki, mən bura kitab rəfi aldım. Mən kitabı haqqında oxuyasıyam, mən sevməm də oxumaq. Yəni, indidən danışmıram təbii ki, uşaqlar məktəbimizdə gələndən sonra, evdən çıxandan sonra indiki vaxtda ilciyit ki, yəni əlbə kitab almamışam və oxumaq hələ qaldı. Amma bu tərəfə də balaca bir oxumaq stulu qoysam da tələ olar sizcə? Stul yoxdur, yəni divan dediyim kreslo, balaca bir şey. Bilməm, ona yerləşməyəsidir yəqin ki, oradan çox da ümidim yoxdur. Bu tərəflərə sizdən fikir gözləyəsiyəm. Həm divan, belə şey kimi bir şey də ola bilər. Ayaq uzalan divanlar olur, alt hissəsi uzun, bel hissəsi divan kimi. Yəni, tək nəfərlik. Belə bir şey də ola bilər. Stol, stul. O şimdi bu fikirlərinizi gözləyəsiyəm, anladınız siz mənə yəqin ki, inşallah anlamıyorsunuzdur. Fikirlərinizi yazın, mütləq oxuyasıyam. Bunların hazırladıqlarını sümkəyə qoyuram ki, qarışmasın o bizlərdən, həm də uşaqlar gəlib əl-qol atmasınlar, darıtmasınlar, qırmasınlar, eləməsinlər. Aydası razı. Biz də yəni əli çatmıyordum ki, babıra. Amma yəni dən çatdı, götürdülər, sağ olasın. Bu hazırlamadıqlarımı rəfdə saxlayayım ki, bilim neçə dənəsə eləməmişim. Çünki az qaldı da bunları da hazırlayıb tutarsam, hamısını hazırlayıb yığardım bu içərisinə. Bilərdim ki, hamısı oradadır. Nətər ki, iqruşkalarımın hamısını hazırlayıb yığmışam. Baxın, 3 dənə, 2, 3, 4, 5, 6 yox, var da var elə. Həməllik. Çox, yoxun gəlir. Yatıraq sənə boyu seçim. Deməli, məndən tez-tez qızların otağının kravatını soruşsunuz əslində. Və bu şəkildə göstərəm sizə. Biz kravatı təzə almamışıq, o bir evdən gətirmişik ki, buna aid bir vlog kanalında var. Deməli, burada əslində Esra yatırdı, üstə yatırdı Esra aşağıda. İndi burada Esra yatır yuxarıda, aşağısını da bu tərəfə qoymuşam, Ayda yatır. Niyə o tərəfə qoymuşam? Çünki bu həyasız gördüyünüz kimi yenə dırmaşır. Kravat burada olanda, burada kravat yığılıb, açılan kravatdır. İçəri girir, yığılı şəkildə saxlayıram, sonra çıxardıram normalda. Amma indi Ayda xanım çox həyasızlıq eləyir, yatmır da, özü yatmır, nə Esranı yatmağa qoymur deyə qərar verdim ki, belə kravatları hələ ki ayrım gördüyünüz kimi ayrıq şəkildə dururlar. Və o altında belə iqruşkaların, qızların iqruşkalarını yığmışam ki, belə orada oynasınlar. Hələlik bir müddətlik görək. Ayda ha vaxtsa bu həyasızlığı tərk etsə, yenə kravatları yəni birləşdirmək fikrim var. Yəni alt-üst kravatdır. Və yıxılacaqsan ay qız. Yadımdan çıxır nə danışırım. Bu atda 2 dənə şkafı var, çox işimə yarayır. İçərisi dolu paltar, paltarları. Və burada da Esra'nın paltarları var, həmçinin Aydakılar da var. Yəni hələ ki şifonel falan yoxdur. Hələ ki bu şəkildə idarə eləyirik. Başqa bir şey yoxdur yəni. İqruşkalar, kravat. Belə bu şəkildə bizə kifayət eləyir. Əskərin də otağı həmçinin belə.
Da! Gözəl qoy. Normalda əsgər otağına giyməm, çünki burada o qazan olur. Prosta indi yığışdırmışam. Ona görə dedim, hazır hələ gəldi qoy çəkim. Yəni əsla bu şəkildə görmürük. 5 dəqiqə sonra gəlib çəksən bu şəkildə olmayasdı otaq. Əsgərin də elə adi şəkildə kravadı burada. Orada iqruşkaları olan bir korobka yığmışam. Əsgərin iqruşkalardan ancaq və dava düşdü. Belə sıradakı kimi belə 2 dənə veşilka, orada paltarları falan var. O şimdi səhər təpəmi soxuram. Dur əsgərdir və inu giyin. Özü nə istəsə alır, giyinir, çıxır. Orada da iqruşkaları yenə suyu, muyu. Orada vəbşi əl dəyməyə qoymur, səliqəyə salmağa qoymur. Bura əsgərdən ötürü stul almaq lazımdır. Çünki əsgərin ingilis dilini artıq bərpa eləmək istəyirik. Və aşağıda Ayda xanıma görə çox səs şüy olasıdır deyə Ayda aşağıda saxlayaram. Deyirəm ki, əsgər öz otağında hazırlaşır. Ona görə bura bir dənə stol lazımdır. Yəni dərs stolu falan olsun. Əslində baxdığım bir neçə variant var. Onlardan birini yəqin ki sifariş eləyəsiyəm. Yəni çox belə qarışıq, çox baha bir şey yox. Adi bir dənə dərs stolu olsun. İşimizi görən sadəcə dərs oxuya bilsin. Nə bilim, ola bilsin bir iki dənə belə polka aldım, astım. Dəftər kitabları falan yığmaqdan ötürü onsuz da yəni gələn birinci sinifə geyəsidir. Birinci sinifə yetlik bir şeylər. Çünki özü də balacadır. Düşünürəm ki, istər-istəməz yazası da eləyəsi, çorlayası, yəni belə baha bir şey almağa gərək durmuram balaca olduğuna görə. Böyle mənzərə də qəşəng kitabdan öz aramızdır. Yollar uca təmizlənib çölə çıxmaq olar. Oy, dava düşdü, qaçaq bizə, bu da ən yaxşısı. Qaçdıq. Dostlar, belə gələn yorumlardan olsun, video suallardan olsun, ona görə evlə bağlı videoları tez-tez çəkməyə çalışıram. Belə bildiyim hər şeyi danışmağa çalışıram. Çünki yazanlar çox olur ki, bəs biz də ev tikirik, nə bilim, material barədə məlumat verir, nə bilim, yəni hər hansı bir ideya var. İçindən içəsin də bilmirəm, tam olaraq nəyi soruşsunuz. Ona görə də çalışıram ki, bir şeyi danışanda qoy ətraflı danışın. Bir kəm özünüz də fikir verirsiniz videolarda ki, orada nəfəsim belə çatmır danışanda o qədər yorulur. Yəni istəyirəm ki, həm ətraflı olsun, həm ağzınızda qalan bir sual işarəsi qalmasın, həm də aydın bir şəkildə olsun da bilmirəm nə qədər yaxşı alınır məndə. Ümid edirəm bir şeylər siz də özünüzə götürə bilərsiniz. Belə bu videonu burada saxlamaq istəyirəm çünki əslində başqa şeylər də sizə göstərsəm, amma baxdım ki, çox danışmışam. Yarım saatda danışıram, yəni video açmışam ki, bir dəqiqə boş, sakit dayandığım saniyəsi yoxdur. Ona görə də bu videonu qoy burada saxlayayım, belə yarı eləyək bu hissələri. Bir də mənə tez-tez deyirlər ki, işte ev vlogu çək. Evin başına yağa kimi çək, nə bilim, çölünü çək, üstünü çək, orasını çək, burasını çək. Çölünü, üstünü, qıraq-bucağını zaten çəkmişim. Hər yer qardı, valla çölə çıxanda maşına zondan qaçır özümü çatlayıram. Bir yerəcəyə sonunda hava soyuqdur. Bu aralar vəbşi -28 göstərirdi ötən gün şeydə, pagodada. Yəni ki, çölə çıxım, çöldən evin üstünü çəkim, böyle çəkim. Zaten heç nə yoxdur, ətrafımızda remontlu işlər gedir. O bir qonşular olsun, bu bir qonşular olsun, hər yer qar. Yəni baxası, görüləsi, ay nə qəşəngdir deyiləsi bir şey yoxdur. Ona görə də bunu saxlayıram. Gələn illə yox, bu illə. Gələn illə girmiş o 2026 deyək. Bayaq səhər həkimə getmişəm. Həkimə də deyəm, nəsə sual versə deyəm, gələn il sonu deyəm, yox, gələn il deyil, bu ildir. O şimdi bu ilə girmişik. Bu il yayda və yaxud payızda bilməm indi bu yolka ağaçlarını falan nə vaxt alarıq, əkməyə başlayırıq. O şimdi ondan sonra biraz daha qəşəng, gözə gəlimli bir halda olanı çəkmək istəyirəm sizə. O müddətdə çəkəsiyəm, yəni də yəqin ki, yayda falan alınsa, güllər falan da əkmək istəyirəm uca həyətə bir yerlərə. Portugal çox yağır, bilməm qışın nətə atladar, çöldə güllər. İndi qatenziyalarımız vardı, görək onlar yaya nətə çıxırlar mı? Əsas sual odur. İndi onlara baxım, çünki belə bu çöldə gül yetişdirmək şeyi bilmirəm, yəni nətər olur, inanın ki, sırf Rusiya havasına uyğun olaraq. Ona görə baxasıyam, görək nətər olur. Bu barədə fikirləriniz olsa, yəni də məsləhətlərinizi gözləyəsiyəm. Evin içərisində, yəni gördüyünüz kimi hər şey belə əksik-əksikdir deyə çox belə ürəyimcə deyil çəkmək. Yəni istər-istəməz gəlin sizə uşaqların otağını göstərim deyib, vlog çəksəm də sırf bir neçə saniyəlik olan vloglardan deyəm, short videolardan deyəm.
Yəni orada göstəriləsi bir şey yoxdur. Adam da deyəsən Instagramda nə var ki, bizə də göstərsən. Özümüzün otağı elə olsun, mənim qardırob otağım elə olsun. Yəni ikinci mərtəbə çox belə tam deyil. Ona görə də hələlik buna görə bu videonu çəkmirəm. Birinci mərtəbəni də çəkməyə gərək duymuram. Çünki yəni yarı yamalaq bir video çəkib paylaşmağın bir mənası yoxdur. Yəni gəlin sizə evimi göstərirəm deyib birinci mərtəbəni göstərim, sizə qalan şeyi göstərməyin nə mənası oldu? Ona görə də qoy hamısı bitsin, hamısını bərabər göstərim. İndi azdan çoxdan görürsünüz videolarda, yəni tutmusunuz var başı və ayağı hər arasıdır, qulaq otağı arasında ən azından ən çox burada olub zaten kuxtada. Günümün 24 saatı kuxtada inanın ki, yuxarı bir dənə ilə yatmağa falan giyirik. Yəni gördükləriniz məncə hələ ki kifayətdir. Bu arada bu son paylaşdığım bir neçə short videosu var və o short videodan çoxlu izləyicilər gəldi, hardasa yüzlərindən deyə bilərəm. Onlardan hamısından xoş gəlmisiniz demək istəyirəm. Videonun sonunda da olsa. İndi istər-istəməz yeni izləməyə başlayan biriləri ola bilsin ki, bəzi şeyləri başa düşməzlər, bəzi zarafatlarımı anlamazlar. Xüsusən deyil olur. Nəsə bitdən kimsə diyaloqa falan girəndə ən çox da Instagramda başıma gəlir. Kimsə desə sual verir. Mən zarafatla cavab verirəm. Anlamırlar yəni zarafat elədiyimi. Deyəndən soruşurlar ki, niyə elə dediniz? Deyəm, bəs zarafat elədim. O da biraz pis durumda qalmış olam. Əslində hər dəfə də özümü deyir, eləmə də elə. Şit zarafatlar eləmədi o. Amma yenə də yalanmıyorum. Yenə bir iki dənə xüsusi zarafatlarım var ki, bilirəm ki, o sualı, yəni yeni tanıyan adamlar o sualı ümumi verəsinlər və o sualın cavabını dəfələrlə də verirsə yenə eyni cavabı verirəm. Şimdi böyle bir şeyler olsa demeyin ki, ha bu kız ne danışır yaraf, ne var yaraf. Ben sana zaraf deyim, başa düşmürsünüz de. Xüsusən də Pünhan'a söz atan da bunu boynuma alam. Hər neyse, bugünkü tale yolu vlogumuzu tamamlasaq daha yaxşı olar məncə. Özünüzə yaxşı baxın, yenə suallarınız olsa suallarınızı gözləyəsiyəm. Yorum yazmaqdan çəkinməyin, yorumların hamısını oxuyuram. Vaxtım olduqca hamısına hər birinə cavablamaya çalışıram. Yəni heç bir yorum bu günə qədər cavabsız qalmayıbdı. Bundan sonra da yenidən qalmayasın. Hər tərəfli. Sağ olun, gələn videolarda görüşəndə özünüzə yaxşı baxın.